أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين الصلاة والسلام على خير بريته أبي القاسم محمد وعلى أهل بيته الطيبين الطاهرين المعصومين المنتجبين فلعنة الله على أعدائهم ومنكر فضائلهم أجمعين من الآن إلى قيام يوم الدين أما بعد السلام عليكم ورحمة الله وبركاته. Əziz və hörmətli müminlər, bildiyiniz kimi bu günlər Peyğəmbər əleyhissalamın əziz nəvəsi xanım Fatimə Zəhra salamullahi aleyhanın balası xanım Zeynəb-i Kübranın vəfatı və ya şəhadət günləridir. Böyük ehtimalən o xanımın şəhadətidir. Vəfat adətən öz əcəli ilə dünyadan getmiş şəxslər haqqında işlənilər, şəhadət isə uca Allahın yolunda öz canını ya döyüş meydanında və yaxud da sui-qəsd nəticəsində dünyadan getmiş şəxslər haqqında işlənilər. Böyük ehtimalən xanım Zeynəb-i Kübra əleyhissalam şəhadət şərbətini içmiş şəxsdir. Bəzi mənbələrdə qeyd edilir ki, zalim Əməvi hakimiyyəti onların əlaltıları, cəsusları tərəfindən xanım Zeynəb zəhərləndirilərək şəhadətə yetirilmişdir. Hər halda biz bu günləri o xanımın müsibətini yad etmək üçün, o xanımın şəhadətini, şəhadət gününü qeyd etmək üçün bir araya toplanmışıq. Bu münasibətlə sonuncu imamımız başda olmaqla sizin hər birinizə təsliyyət ərz edir. Uca Allah'a an veririk o xanımın müsibətlərinə xatir, bizim bu xırda şəninə bəlkə də zərrə qədər yaraşmayan kiçik bir təziyyəmizi öz uca dərgahında qəbul dərəcəyə yetirsin. Xanım Zeynəb haqqında danışarkən bir neçə mühüm məsələyə xüsusi olaraq diqqətin yetirilməsini zəruri hesab edirik. Bilirsiniz ki, ümumiyyətlə xanım Zeynəb ömrünün 4 və ya 5 ilini babası Peyğəmbər salavatullahın, yerdə qalanlarını isə İmam Əli, İmam Həsən, İmam Hüseyn əleyhissalam, o cümlədən də elə 5 və ya 4 il anası xanım Zəhra əleyhissalamın dövründə keçirmiş, o cümlədən İmam Səccad, İmam Məhəmməd Baqir-ül-Ulum əleyhissalamı görmüş, Əhl-i Beytin nadir bir üzvüdür. Bunları xüsusi olaraq ona görə sadalayıram ki, Peyğəmbərdən ta İmam Baqir əleyhissalama qədər olan məsumları görmüş və onlardan hədis rəvayət etmiş şəxslərdəndir. Hətta o xanımın həyatına baxdığımız zaman görürük ki, bəzi məqamlarda bizim məsumlarımız, məsələn, İmam Hüseyn əleyhissalam, məsələn, İmam Zeynul-Abidin əleyhissalam, məsələn, İmam Məhəmməd Baqir əleyhissalam o qədər o həzrətə dəyər veriblər ki, o dəyər yalnız və yalnız məsum bir şəxsə verilən dəyərdir. Əlbəttə, birazdan qeyd edəcəyik bizim alimlərimizin məsumiyyət sifəti haqqında olan təhlilləri, o cümlədən bizim əqidəmizə görə Həzrət Zeynəb-i Kübra əleyhissalam da ismət məqamına sahib olmuş nadir şəxslərdən
biridir. Ümumiyyətlə xanım Zeynəb əleyhissalam bildiyiniz kimi təxminən miladi 627-ci ildə Mədinə şəhərində doğub, xanım Fatimə Zəhra əleyhissalamın əziz balasıdır. Müəyyən bir müddət ömrünün 27 və 32-ci illərini Kufə şəhərində yaşayıb, o dövrdə bilirsiniz ki, Əli əleyhissalamın xilafəti dövrünə təxminən təsadüf eləyir və bu dövrlərdən sonra Mədinə şəhərinə qayıdır və nəhayətdə Kərbəlada iştirak eləmiş, Kərbəla hadisəsini görmüş, bəzi məqamlarda İmam Zeynul Abidin əleyhissalamdan da üstün Kərbəlada rolu olmuş şəxsdir. Bəli, kiməsə təəccüblü gələ bilər. Biz bilirik məsumun məqamı hansı həddədir. Biz bilirik ki, məsum elə bir şəxsdir ki, hər kəs ona itaətkardır. Kimliyindən asılı olmayaraq. Məsumun məqamı budur. Amma biz görürük ki, Əhl-i Beyt üzvləri arasında elə şəxsiyyətlər var ki, bəzən məsumun özü ona müraciət edir. Bəzən məsumun özü baxmayaraq ki, onun hər bir sözü hüccətdir, həmin şəxslərə müraciət edir, bəzən həmin şəxslərdən dua diləyir. O cümlədən də xanım Zeynəbin məqamı həmin şəxslərin məqamındandır. Qardaşı Əbəlfəz əleyhissalamla birlikdə. Bilirsiniz ki, xanım Zeynəb əmisi oğlu Abdullah ilə ailə həyatı qurub. O xanımın bəzi mənbələrdə 4 oğlu olduğu, 2 və bəzən 1 qızının olduğu göstərilir. Amma 2 oğlunun Kərbəlada İmam Hüseyn əleyhissalamın huzurunda şəhadət şərbət içməsi dəqiq məlumatdır. Bəzən sual olunur ki, nə üçün Əhl-i Beyt haqqında bəzi məlumatlar dəqiq olaraq bizim günümüzə gəlib çıxmır. Məsələn, nə üçün biz bilməyək ki, xanım Zeynəbin 5 övladı olub, yoxsa 6 və bir-bir onların adlarını biz niyə bilməyək? Əlbəttə, bunu səbəbi, bəlkə də yeganə səbəbi, onların yaşadığı dövrdə ali hakimiyyətin onlara qarşı olan münasibətidir. Bəzən elə dövr olub ki, məsələn, Kərbəla hadisəsindən sonra baxmayaraq ki, əsrlər Mədinəyə qayıtdılar, amma İmam Zeynul Abidin əleyhissalamla görüşmək, onun evinə gediş-gəliş eləmək o qədər nəzarət altına alınmışdı ki, mənbələrin yazdıqlarına görə bəzən İmam əleyhissalam Kəbə evinə gələr, orada dualarını elə tərzdə, Allaha münacatını elə tərzdə qoyardı ki, ətrafda gizlində yaxın tərəfdarlar imamın nə demək istədiyini, kimə nəyi çatdırmaq istədiyini duyardılar. Çünki əyani şəkildə görüşmək, imamın evinə gediş-gəliş eləmək çox çətin idi. Birinci səbəbi budur. Ona görə biz Əhl-i Beyt haqqında bəzi məlumatlarda ixtilaflara və ya bəzi məlumatlar haqqında çox da geniş məlumat toplaya bilmirik. İkinci səbəb, bəzi məlumatların bir o dərəcədə də əqidəvi nöqteyi nəzərdən, şər'i nöqteyi nəzərdən çox da qiymətli olmamasıdır. Məsələn, bizə xanım Zeynəbin kimliyi, onun nələri rəvayət etdiyi, onun necə yaşadığı lazımdır. Evladının sayı 3 idi, 5 idi, 10 idi. Bu, bir o dərəcədə də bir şəxsiyyətin şəxsiyyətini öyrənmək üçün ciddi bir rol oynamır. O cümlədən xanım Zeynəb haqqında olan bizim məlumatlarımız bundan ibarət olur. Miladi tarixlə 627-ci ildə Mədinə şəhərində doğulur. 5 ildən biraz artıq babası Peyğəmbər, anası xanım Zəhra əleyhissalamın huzurunda. Ondan sonra müəyyən bir dövr Mədinədə yaşayır. İmam Əli əleyhissalam xəlifə
seçildikdən sonra Kufəyə köçürlər. 5 il aşağı yuxarı 5 il müddətinə Kufə şəhərində yaşayır və İmam Əlinin şəhadətindən İmam Həsən əleyhissalamın da sonradan Muaviyə ilə imzaladığı sülh müqaviləsindən sonra təzədən Mədinə şəhərinə qayıdırlar və bir müddət orada yaşanılır ta Kərbəla hadisəsinə İmam Hüseyn əleyhissalam öz qiyamını elan edilənə dək. Elə ki, İmam Hüseyn əleyhissalam Mədinədən çıxdı Məkkəyə və sonraki mərhələ məlumdur. Xanım Zeynəbin həyatı haqqında olan məlumatlarımız, yəni bioqrafik olaraq, tərcüme hal olaraq yalnız bunlardan ibarətdir. Amma xanım Zeynəb əleyhissalamın fəaliyyətinə baxdıqda biz görürük ki, onun fəaliyyəti elə bir fəaliyyətdir ki, onu heç bir kəslə, hətta bayaq qeyd elədiyim kimi, məsumun bəzi hərəkətlərindən daha üstün şəkildə görməkdəyik. Məsələn, xanım Zeynəb əleyhissalam İmam Səccad əleyhissalamın həyatını 2 dəfə xilas edib. İmam Səccad, yəni İmam Zeynəl-Abidin əleyhissalamı bir Kərbalada şəhadətə yetirəcəkdilər, xeymələrə hücum olunan zaman bizim mənbələrimiz belə yazırlar. Xanım Zeynəb əleyhissalam özünü qabağa atır və imamın həyatını həm də öz nitqi ilə xilas edir. Bilirsiniz ki, o ərəfədə ilahi bir hikmət olaraq İmam əleyhissalam xəstəliyə tutulmuşdu. 2-ci dəfə İbn Ziyad lənətullahi aleyh onun məclisində əsirlər ki, Kərbəladan Kufəyə, yəni valinin İbn Ziyadın iqamətgahına gətirilir və orada İmam Səccad əleyhissalamı İbn Ziyad göstəriş verir ki, öldürülsün. Xanım Zeynəb əleyhissalam yenə də önə atılır və imamın həyatını təkcə fiziki olaraq deyil, həm də öz fəsahət və bəlağətli nitqi ilə İbn Ziyadı rüsvay edərək xilas etmiş olur. Xanım Zeynəb əleyhissalam bilirsiniz ki, Kufədən sonra əsir olaraq Şama, Məlun Yezidin sarayına aparılır və Şamda xanım Zeynəb əleyhissalam çox fəsahət və bəlağətli nitq söyləyir. Xanım Zeynəbin kəlamları 2 formada özünü göstərir. Birincisi, xanımın nəql etdiyi rəvayətlərdir. Rəvayət yəni hədislər, xəbərlər. Atasından da, anasından da, babası Peyğəmbərdən də və digər gördüyü imamlardan da xanımın rəvayətləri var. İkincisi, onun xütbəsidir. Xanım Zeynəbin 2 çox məşhur xütbəsi var. Böyük alimlər o xütbələrə müxtəlif istiqamətlərdən təfsirlər, təhlillər yazıblar. Məsələn, mənim özüm keçən il Bağdadda bir konferansda iştirak elədim. Orada Kufə Universitetinin bir professoru ilə tanış oldum. O mənə 2 kitab bağışladı. Biri xanım Fatimə Zəhranın xütbəsinin, ikincisi xanım Zeynəbin xütbəsinin xütbədəki fəsahət və bəlağət, cümlələrdəki qrammatik təhlillər. Təxminən bu mövzuya həsr edilmiş çox mötəbər bir kitabdır. Bunu ona görə misal gətirirəm ki, xanım Zeynəb əleyhissalam alimlərin də, hətta düşmənlərinin belə etirafına görə fəsahət və bəlağətdə heç də atasından geri qalmamışdır. Və bu günləri Bəlağatun Nisa adlı kitablara müraciət etsəniz, görərsiniz ki, o kitablarda xanım Zeynəbin istər Kufədə, İbn Ziyadın məclisində, istərsə də Şamda, Məlun Yezidin məclisində hansı xütbələri söyləyibdir. Xütbələrin mahiyyəti onu göstərir ki, birincisi,
bu xutbəni söyləyən şəxsin çox böyük cəsarət və şücaəti var. İkincisi, bu xutbəni söyləyən şəxsin çox böyük, çox yüksək fəsahət və bəlağətə bələdçiliyi var. Böyük natiqlik istedadı var. Bunların hamısı alimlərin diqqətindən qaçmamış və alimlər də o məsələlərə xüsusi əsərlər həsr etmişlər. Biz yavaş-yavaş həmən xutbə və xanımın rəvayətlərindən də bu məclisimizdə təbərrük olsun deyə qeyd edəcəyik. Hətta Yezidin sarayında olarkən o Yezidin özünə təsəvvür eləyirsiniz də Yezid kimdir? Allah özünə də, ənsarına da, əcdadına da lənət eləsin. Təsəvvür edin, Fransanın cənubundan Çinin sərhədlərinə qədər olan ərazilərə hakimlik eləyən bir şəxsə huzurunda dayanıb deyir, ayəni deyir. Ayə Qur'an-ı Kərimdəndir və təbii ki, kafirlər belə düşünməsinlər, onlara verdiyimiz möhlət onlar üçün daha xeyirlidir. Əksinə, günah və itaətsizliklərini artırmaq üçün onlara möhlət veririk və bu, onlar üçün alçaldıcı bir əzabdır. Ali İmran surəsinin 178-ci ayəsini birbaşa Yezidin gözünün içinə deyir və ayənin mənasının da o məlunun özünə və onun kimilərə şamil olduğunu əyani şəkildə xüsusi fəsahət və bəlağətlə, cəsarətlə, şücaətlə o məlunun üzünə deyir. Bir anlıq bunu təsəvvür etsək, bilərik ki, xanım Zeynəbin cəsarət və şücaəti nə həddədir. Əbəs yerə Şamın fatihi deyilmir ki ona, Şamı fəth eləyən xanımdır, öz nitqi ilə, öz cəsarəti ilə. Və bilirsiniz ki, əsirlikdən sonra Mədinə şəhərinə qaytarılır Ali Peyğəmbərin. Onlar Mədinə şəhərində bir müddət yaşayırlar. Burada məlumatları biz yenə də deyirəm, dəqiq olaraq müəyyən edə bilmirik. Birinci rəvayət bundan ibarətdir ki, xanım ömrünün sonunadək yoldaşı, həyat yoldaşı Abdullah. Abdullah da İmam Əlinin qardaşı oğludur. Yəni əmoğlu, əmqızı evləniblər. Elə ömürlərinin sonunadək Mədinə şəhərində yaşayır və orada da vəfat edir. İkinci xəbər bundan ibarətdir ki, xanım yoldaşı ilə birlikdə Dəməşqə, Şama köçür. Bir müddət orada yaşadıqdan sonra elə orada vəfat edir və elə xanımın məqbərəsi də Şam şəhərində bu gündə qalmaqdadır. Bu daha məşhur olan rəvayətdir. Alimlərin çoxsu bunun üzərində dayanıblar ki, səbəb bəlli deyil, hansı səbəb ucbatından onlar Şama köçür. Bir qrup mənbəşünaslar yazdıqlarına görə Mədinədə aclıq olur və yaxud hansısa xəstəlik olur, ailəsini götürür Həzrət Zeynəb, gəlir Şama. Üçüncü rəvayət də Misirdədir. Bir məqbərə də var Misirdə, Qahirə şəhəri, köhnə Qahirənin yaxınlığında, indi Qahirə ərazisinə daxildir. Orada xanım Zeynəbin Misirə köçdüyü və orada da vəfat və ya şəhid olduğu haqqında da məlumatlar var. Fərqi yoxdur. Hansı ərazidə vəfat eləməsi, məqbərəsinin harada olması, amma əsas məsələ bundan ibarətdir ki, xanım Hicrətin 62-ci ilində Rəcəb ayının 15-də vəfat edib və ya şəhadət şərbətini içib. Kərbəla hadisəsindən bir il çəkmir. 61-ci il Məhərrəm ayı Kərbəla hadisəsi baş verir. 62-ci ilin Rəcəb ayı bir ildən bir-iki ay biraz artıq xanım Zeynəb dünyadan köçür. Onun həyat yoldaşı da dediyimiz kimi öz əmsi oğludur. Bəzi suallar da bəzən soruşurlar ki, Abdullah nə üçün Kərbəlada iştirak eləməyib? Bunun alimlərimizin bir neçə səbəbi var. Əfsuslar olsun ki, bəzən möminlər bilər-bilməz elə məsələləri öz aralarında müzakirə edirlər ki, heç özləri də bilmədən günaha batmış olurlar.
Hətta ortaya atılan güya bizim mənbələrimizdə şübhəli adamlardan biri Abdullahdır. Müxaliflər bəzən belə bir iddia irəli sürürlər ki, İmam Hüseyn əleyhissalamı hər kəs dəstəkləməli olsaydı, dəstəkləyənlərdən də biri elə Abdullah olardı. Əlbəttə ki, biz Abdullahın nə üçün Kərbəlada iştirak etməməsi sualına cavab axtarmalı olsaq, gərək bir neçə şeyə xüsusi olaraq diqqət edək. Əvvələ getməməsinin məşhur səbəbi xəstəliyə düçar olmasıdır. Eyni ilə Məhəmməd Hənəfiyyə kimi, Məhəmməd Hənəfiyyə şil olub. Amma məsələ burasındadır ki, əgər Abdullah İmam Hüseyn əleyhissalamın yolunu, qiyamını dəstəkləmirdisə, nə üçün xanımı Zeynəbi və o cümlədən də 2 oğlunu icazə vermişdi ki, imamla birlikdə yola çıxsınlar. Mənə elə gəlir ki, bizim müxaliflərə verəcəyimiz ən tutarlı dəlil elə bundan ibarətdir. Çünki ərin icazəsi olmadan xanımın evi tərk etməsi şərən bilirsiniz ki, caiz deyil. Şəriətə də ən yüksək səviyyədə əməl edən kimdir? Biz ümumiyyətlə şəriəti kimdən öyrənirik? Əhl-i Beytdən. Necə ola bilər ki, Əhl-i Beytin üzvü şəriətin ziddinə hərəkət etmiş ola? Deməli, Abdullahın xüsusi icazəsi olub. Hətta bəzi alimlərimizə görə mehriyyədə şərt kimi qoyulub. İmam Hüseyn əleyhissalam harada, Zeynəb də orada. Sadə şəkildə desək. Və üstə gəl 2 oğlunun, Məhəmməd və Ovun və ya Məhəmməd və Cəfər oğlanlarının adıdır. İkisi də Kərbəlada şəhid olur və hətta məqtəl müəllifləri yazırlar ki, Zeynəb əleyhissalam bütün şəhidlərin, yəni Əhl-i Beytə daxil, bütün şəhidlərin nəşinin üstünə gedib, hətta Əli Əkbər əleyhissalamın nəşinin üstünə özünü atdığı mənbələrdə təsdiq olunub. Amma öz oğlanlarını İmam Hüseyn əleyhissalam meydandan gətirəndə xeymədən belə xaric olmayıb. Bu dərəcədə o xanım İmam Hüseyn əleyhissalama, onun yoluna bağlı olan şəxs olub. Ona görə də mənə elə gəlir ki, müxaliflərin burada ortaya atdığı bu və ya digər şübhələrin də cavabı verilmiş oldu. Xanım Zeynəb-i Kübra əleyhissalam dedik ki, dinimizi öyrənəcəyimiz şəxsdir. Baxmayaraq ki, o qədər müsibətlərə məruz qalıb, baxmayaraq ki, öz dövründə doğulandan vəfatınadək məsumların müşayiəti, himayəsi altında olub, amma özü də özünü bir mərcə kimi göstərib. Xanım Zeynəb əleyhissalamdan onlarla bizim rəvayətlərimiz var. Bir neçə rəvayətə diqqət edək. Birincisi, hüquq məsələsidir. Xanım belə rəvayət edir. Babam, yəni Peyğəmbərimiz, kişilərin üzərinə hüquqlar müəyyən etdiyi kimi bizim üçün də ərlərimizin hüquqlarını müəyyən etmişdir. Vaxtın məhdudiyyətindən mən birbaşa tərcümə oxuyuram. Ərəbcədən qeyd olunub. Digər bir rəvayətdə xanımlarımız daha diqqətli olsunlar, müraciət onlaradır. Xanım Zeynəb əleyhissalam buyurur, bu hədis xanımların cənnətə girməsi üçün əsas vəsilədir. Buyurur ki, babam Rəsul-i Əkrəm buyurur, əgər qadın 5 namazını qılsa, yəni gündəlik, Ramazan ayının orucunu tutsa, iffətini qorusa və ərinə itaət etsə, qiyamət günü ona belə deyilər, cənnətin hansı qapısından istəyirsən, ora daxil ol. Başqa bir hədisində uca Rəbbimizi həmd etməyin nə qədər böyük savaba malik olduğunu belə buyurur. Kim məxluqatın onun üçün Allaha şəfaətçi olmasını istəyirsə, çox maraqlıdır ki, bütün məxluqatı nəzərdə tutub. Mən əradə ən yəkunəl xalq. Bütün məxluqat qiyamət günü xanımın bu hədisindən aldığımız nəticə budur ki,
bizə şəfaət ola bilər. Nəinki canlılar, əqli varlıqlar, hətta qeyri-əqli varlıqlar belə bizə şəfaətçi ola bilər. Kim istəyirsə ki, hər şey onun üçün qiyamətin günündə şəfaətçi olsun, gərək nə edə? Xanım buyurur ki, ona həmd etsin, yəni Allaha. Bəyəm siz eşitməmisiniz? Bax, bu xanımın özünə məxsus fəsahətdir. Məlumatı deyir cümlənin ortasında, əfəla təsməun, bəyəm eşitməmisiniz? Ona həmd səna edəni uca Allah eşidir. Odur ki, Allahdan qorxun, onun sizə olan qüdrəti və sizə olan yaxınlığına görə ondan utanın. Digər bir rəvayəti anasını təmsil eləyir, anasının xarakterini, gecə necə ibadət edəcəyini bizə belə rəvayət eləyir. Xanım Zeynəb əleyhissalam buyurur ki, cümə gecəsi idi, anam Fatiməni ibadətgahında dayanan gördüm. O sübh açılana dək yalnız ya rükü, ya da səcdə halında oldu. O, möminlər üçün və qonşularımız üçün çoxlu dualar elədi. Bu zaman qardaşım Həsən belə dedi: Anacan, özünü unuttun duada. Xanım Zəhra əleyhissalam buyurur: Oğlum, əvvəl qonşu, sonra evin içi. Bu hədis xanım Zeynəbdən nəql olunmuş bir hədisdir. Digər bir hədis isə bizim hədis mənbələrimizdə təam hədisi adlanır, təam. Xanım Zəhra əleyhissalamın fəzilət və möcüzəsini bildirən hədislərdəndir. Mən məzmununu deyim. Xanım Zeynəb əleyhissalam buyurur ki, Allahın Rəsulu sübh namazını qıldı, sonra əmirəl-mömininə tərəf üzünü tutub buyurdu: Ey Əli, yeməyə bir şeyiniz varmı? İmam əleyhissalam buyurdu: Ya Rəsulallah, 3 gündür evdə yeyiləcək bir təamımız, yeməyimiz yoxdur. Peyğəmbər salavatullah buyurdu ki, dur gedək Fatimənin yanına. Onlar xanım Fatimənin huzuruna, otağına daxil oldular. Peyğəmbər salavatullah gördü ki, xanım acılıqdan çox əzgin bir vəziyyətə düşüb. Sağında İmam Həsən əleyhissalam, solunda da İmam Hüseyn əleyhissalam əyləşmişdi. Allahın Rəsulu xanım Zəhraya buyurdu: Fatimə, atan qurban, yeməyə bir şey varmı? Həzrət Zeynəb buyurur ki, anam yoxdur deməyə utandı və dərhal ayağa qalxıb mehrabda dayandı. Üzü qibləyə istiqamət aldı, nəsə bir dua elədi. Deyir, elə bir zaman biz arxada bir gürültü səsi eşitdik. Xanım mehrabdan arxamıza tərəf keçdi və biz çevrilib arxaya baxanda bir sinidə xeyli yeməyin olduğunu gördük. Əl atıb onu Allah Rəsulunun qabağına qoydu və bunun cənnətdən gəldiyini də dedi. Bu, Həzrət Fatimə-i Zəhranın möcüzələrindən, kəramətlərindən biridir və kiməsə də qəribə gəlməsin. Bəyəm Qur'an-ı Kərim Həzrət Məryəmin mehrabda olarkən cənnət meyvələrindən, cənnət təamından yediyini deməyirmi? Deməli, xanım Zəhra əleyhissalam da bax, belə bir fəzilətə, belə bir üstünlüyə malik şəxsiyyət idi. Xanım Zeynəbin ən müsibətli anı bildiyiniz kimi Kərbalada olduğu andır və İmam Hüseyn əleyhissalama ilk mərsiyəni, ilk vaveylanı tutan şəxsdir. O, mənbələr yazırlar ki, İmam Hüseyn əleyhissalamın cənazəsinin üstünə gəldi və belə ifadə elədi. Öz dərdini, öz müsibətlərini belə ifadə elədi. Ya Muhammed, Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahın salamı olsun sənin üzərinə. Ey çılpaq vəziyyətə salınmış, qanına bələnmiş, bədən üzvləri kəsilmiş Hüseyin. Ya Rasulallah,
sənin övladındır bu. Qızların əsir düşüb, nəslin öldürülüb, torpaq onların üstünə səpələnib və bu, hər bir dost və düşməni, hətta qarşı tərəfdə olanları belə o Həzrətin bu naləsi ağlatdı. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.